Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq asın. Sual belə idi ki, bu şəraitdə göy rəngli avtomobilin sürücüsü sağa dönmə ilə qayda pozurmu? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, pozur. Belə ki, maddə 42-nin 6-cı hissəsinə görə dönməzdən əvvəl kənar vəziyyət tutmaq lazım idi. Tamam, maddə 42-nin 6-cı hissəsinə riayət etməyə bilərsən. Belə ki, bilavasitə kəskinmə qarşısında sağ kənar zolaqda nəqliyyat vasitəsi sıradan çıxıb, xarab olub və real yol şəraitində fantastika deyil ki, uçub onun avtomobilin üzərindən biz sağa dönək. Ona görə hətta bu şəraitdə sən ikinci zolaqdan sağa dönə bilərsən. Lakin maddə 42-nin 7-ci hissəsinin tələbini pozmamaq şərti ilə. Yəni, sən dönəcəyin yolun mümkün qədər sağ kənarına doğru hərəkət etməliydin. Başqa sözlə desək, dönəcəyin yolun belə ikinci zolağına deyil, birinci zolağına daxil olmalıydın. Mümkün qədər. Sağ olun, sizinlə Mərzə Məmmədov idi.